Dostum, əgər sən də duyuna və yaxud da arı qarışdırırsansa, sual verəndə, yeni başlamısansa, bu video sənin üçündür. Çünki bu videoda mən sənə orta məktəbdə müəllimlərin xırdalığına qədər izah etmədiyini və universitetdə bir çox yerlərdə danışanda xətalara baş verdiklərini mən bu videoda sənə qısa və asan şəkildə izah edəcəm. Demək ki, əgər misal üçün bir sözdə siz Bakıda yaşayırsınız sözündə sən burada hansını istifadə edəcəksən qarşı tərəfə sual verəndə? Are you live in Bakı olacaq, yoxsa do you live in Bakı olacaq? Sən bunu baxanda qarışdırırsan. Yeni başlayan tələbələr, şagirdlər bunu qarışdırır. Burada sən çətinlik çəkməmək üçün sənə asan bir dənə ipucu verirəm. Bu ipucuda sual cümləsinin sonuna bax. Sonunda nədir? Live. Düzdürmü? Live nədir? Yaşamaqdır. Feildir bu. Əgər sözdə sonunda feil varsa, feil gəlirsə, onda bu zaman olacaq do you live in Bakı olacaq. Okay? Yəni, burada hərəkət bildirir söz deyə də bilərdim. Çünki hərəkət bildirən var xoşlamaqdır, başa düşməkdir, xatırlamaqdır. Yəni, bunlarda var deyə bunu hərəkət bildirən yox. Burada feil olduğuna görə do you live in Bakı olacaq. Əgər cümlədə feil, sual cümləsində feil yoxdursa, feil gələrsə are you işlənməz, are you olmaz. Əgər feil yoxdursa, o zaman are you işlənə bilər. Misal üçün, sən hazırsan sualında necə olacaq? Sən hazırsan deyəndə are you ready? Sən hazırsan? Are you hungry? Sən açsan, are you angry? Sən əsəbisən. Bu kimi sözlərlə istifadə edə bilərsiniz. Əgər sənin üçün bu video maraqlı oldusa, başa düşdünsə, o zaman kanalımıza abunə olmağı və dostlarınızla bölüşməyi unutmayın.